Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirildi. Tədbirdə baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak etdilər. Məlumat verildi ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunan xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib. Əlavə olaraq qeyd olundu ki, yeni binada elektron prokurorluq informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir. İşin çevikliyi və şəffaflığı artırılır. İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirildi. Açılış nitqində baş prokuror Kamran Əliyev bildirdi ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Məhz həmin yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, insan resurslarının inkişafı və fəaliyyətin şəffaflığının təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub. Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə prokurorluq əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Onun sözlərinə görə yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir. Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırdı. Bundan başqa, tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağac əkdilər.